Xaçmazın bəzi kəndlərində, küçələrdəki hasarlarda və qapılarda, dəmir darvazalarda narkotik təbliğatı ilə bağlı yazılar peyda olub. Sakinlər bu yazıların gecə saatlarında naməlum şəxslər tərəfindən yazıldığını bildirir. İnternet resurslarında bu yazılarla bağlı axtarış verdikdə əsasən Rusiya, Belarus və digər postsovet ölkələrində narkotik təbliğatı ilə bağlı belə yazıların daha çox yayıldığına rast gəlmək olar. Ötən illərdə bu faktlarla bağlı Bakı şəhərində də belə hal yaşanıb və fakt araşdırılıb, bu yazıları yazanlar saxlanılıb. Sakinlər bundan çox narahatdır. Əsasən Xaçmaz rayonunun iki kəndində, Qaradağlı, Hülövlü kəndlərində bu barədə məlumat var. Sakinlər bununla bağlı artıq hüquq mühafizə orqanlarına, yerli icra orqanlarına məlumat veriblər. İndi mən sizə yazıları nümayiş etdirirəm. Bütün küçələrdə demək olar, sıx-sıx belə yazılara rast gəlmək mümkündür. İndi kənd sakinlərindən də bununla bağlı fikrini öyrənək. Gördüyünüz kimi, bax, evdir, evin hasarında, qapılarda, hər yerdə rast gəlir. Bəli, özü təqdim edin. Qurbanov Mürsəl Teymurşoğlu, Qaradağlı kənd sakini. Mürsəl da, nə deyə bilərsiniz bu yazılarla? Çünki bu 1-2 gün bundan əvvəl eləyib, özə insanların yatdığı bir vaxtda, yəni gecə saat yuxu şirin bu bir vaxtında gəlib gecə bilmiyorum nə reklamıca bu yazıb, yapışdırıb, hətta evlərin darvazaların qapılarına da yazırlar. İndi burada biz nəyə təbliğ edirlər, yaxda bilmirik. Biz də xahiş edirik örgəmiz ki, nəyə görə bu təbliğ edilir, nədir, nə lazımdır. Əgər belə faydalı bir şeydirsə, cəmaatın ayıq vaxtında gündüzə gəlib, bu işlərin məşğul olur. Gecə gəlib ki, yaxşı bir iş deyil bu. Xahiş edirik ki, bunun haqqında bir tədbiri görəsiniz.